21-22 may tarixlərində Global System for Mobile Communications Association-ın təşkilatçılığı ilə Daşkənddə keçirilən M360 Evraziya 2025 forumu telekommunikasiya və texnologiya üzrə sənaye liderlərini bir araya gətirib. Azərselin prezidenti Zərinə Zeynalova konfransda inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib. Tədbirdə regionda rəqəmsal inkişaf imkanlarının genişləndirilməsi və rəqəmsal infrastrukturun inkişafı kimi aktual mövzular müzakirə olunub. Azərsəl Telekom MMC-nin prezidenti Zərinə Zeynalova forumun açılış sessiyasında çıxış edib. Daha sonra Avrasiyanın rəqəmsal potensialı mövzusuna həsr olunmuş panel müzakirəsində iştirak edən Zərinə Zeynalova Azərselin şəbəkə modernizasiya üzrə geniş miqyaslı layihəsini və Aztelekomun onlayn Azərbaycan təşəbbüsünü ölkənin rəqəmsal transformasiyasını təşviq edən uğurlu nümunələr kimi təqdim edib. Eyni zamanda Zərinə Zeynalova dayanıqlı telekommunikasiya infrastrukturunun qurulması, süni intellekt texnologiyalarının tətbiqi, yeni nəsil şəbəkələrin yaradılmasının əhəmiyyətini vurğulayıb. Forumda regionun texnoloji liderliyi potensialının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.